علیهما ی رحمت علم ایلین خدایی اوهما که سایسین در افس ما سوانی چون استسن خدایی بلزن علی نیادت tanıdım elini vallah tanıdım o dem Khudani Ali'den savayı kimden ele bir oğul doğmuş ki tanıttıracağında şühedayı Kerbelani Cedbe yazık dilenti kapısını döy elini Cedbe yazık dilenti kapısını döy elinin ki üzük verip şah eyler kerem ile her cedani hay yıkılıp razüzde razı niyazüzde Ali namazüzde boyandigane yıkılıp razüzde razı niyazüzde Ali namazüzde boyandigane Yoxuraclar tabi Dutub qam mehrabi Şiələr ərbabi Boyandigane Ay aman, ay aman, ay aman, ay dadı Başa dəydi şəmşir Sınıb rükne təkbir Dedi ruhul əmin Allahu Ekber Gol xilqət soldi Gözünə qan doldi Hüseyin yətim oldi Allahu Ekber Yaralı ağalayı Hani canı Kufa Nigahban Kufa Yatiman Kufa Ceyibler garım Hasan ağlar Allah Sine dağlar vallah Azaz ağlar Zeynep Yaralı yara Hay ay Baddi Heydər qızılqana Allah Zərbədəydi Gülüstana Allah Baddi Heydər qızılqana Allah Zərbədəydi Gülüstana Allah Dəydi zərbət sınıb qəlbi aləm Baddi mehrabi əlqana Allah Səslədi Cəbrail öldü Heydər Cəbrail yenilən göy arasında səsləndi Ya əhləl aləm Qutiləl Ali fil mehrab Ali'ni öldürdüler
Səslədi Cəbrail öldü Heydər, Murtaza xanəsi oldu məhşər. Ərşən alə zədası ucaldı, başa Zeynəb zalıb qara məcər. Dəydi fərqi Əlidən ki xəncər, oldu göylərdə hura mücəddər. Düşdü mehrabə səcdə halında, rahat oldu bu dünyada Heydər. Ya Əmir el-Müminin, Ya Əmir el-Müminin, yarələndi yetimlər acazı, Ərşədildən ucaldı sədası. Səslədi rəzdigar oldum Allah, səslədi rəzdigar oldum Allah. Ədlinin Heydər oldu fədası, ədlinin Heydər oldu fədası. Boru ey gecای مسکین در خانه علی زن، که نگین پادشاهی دهد از کرم گدارم. حق özü bu sırrı faş etdi، Resul-i Ekrem'en cümle mehlukim inansaydı, benim hayatime ger Ali eşkiyle gelseydi, hamid taati men. Allah-u Zülcelal bugün Peyğəmbərə buyurdu: Ya Resulallah, ay mənim Peyğəmbərim, əgər Əli məhəbbəti hamının qəlbində olsaydı və hamı mənim ayələrimə inansaydı, gər Əli eşqi ilə gəlsəydi, hamid taatıməm, دوزخی خلق eyləməzdim, and ola öz zatimə. Da mən cəhənnəmi xəlq eləməzdim, ya Resulallah. Da cəhənnəmi yaratmazdım, ya Nəbiyyəm. Gör nə rütbəti qail olmuş Zülcəlalı, ya Əli. O Əli'ydi ki, bir gün gördü bir xanım əlində su aparır. Yolu gedə deyir, Allah özüm mən ilə Əlinin arasında hacimim. Xudaya, özüm bu qisası Əlidən alasan. Əli gəldi qabağa, xanım nə olub? Dedi, ağacan, mənim ərim qəzəvatıda şəhid olub, müharibələrin birində şəhid olub. Yatim balalarım var, amma bizə başca can yoxdur. Əli xanıma kömək elədi, kuzəsini aldı, getdi evə. Xanım, evdə yeməyim var, unum var, qəzum var, yəni. Dedi, ağa, evdə heç bir şey yoxdur. Əli getdi bazardan un aldı, verdi xanıma, bunu xəmir elə. Mən də o bir otaqda tənuru amadə eləyim, həm də uşaqları aram eləyim. Xanım digər otaqda xəmir eləyik. Bu əsnada bir qonşu xanım gəldi, varid oldu bunların evinə. Gördü Əmir el-Müminin tənuru amadə eləyib, əlin tutub tənurun oduna. Deyə Əli, yan bu dünyanın oduna, qəblə zanı ki cəhənnəm oduna yanazan Əli. Xanım bunu gördü, bildi Əmir el-Müminindir, tanıdı. Tez ağlıya ağlıya gəldi, o bir otağa varid oldu. Xanım bunu tanıysan yana. Dedi, vallah canımıram, Allah razı olsun, mənə kömək elədi. Unum yox idi, evdə qəza yox idi, un alıb ələn xəmir eləyirəm. Ağa da uşaqları aram eləyib. Bunu deyəndə gördü xanım belə yana yana ağladı. Dedi, xanım niyə ağladın? Dedi, necə ağlamayım, Əlidir, Əlidir.
بدی عالم فدای مظلومیت آقا جان آقا جان آقا جان آقا جان السلام علیک یا امیر المؤمنین یا سیدنا و مولانا اینا توجهنا و استشفعنا و توسلنا بك الى الله و قدمناک بین یدی حاجاتنا یا وجیها عند الله اشفع لنا